Deməli, soram deyirlər ki, Ofeliya qəti surətdə tənqidlərə açıq deyil. Bax, Allah rızası üçün deyirəm, qurban olum sizə. Oturun, əlinizi qoyun, vicdanınıza elə danışın. Son videoydu, yoxsa bundan əvvəlki videoydu, bilmirəm, indi yadımdan çıxıb. Bir səhər yeməyinə getmişik. Mən deyəsən çox yəni öz niyyətimə, öz izləyicilərimin məni tanımağına çox güvənmişəm deyəsən. Hər xırda detallı insanların gözünü soxmuram. Düşünürəm ki, onsuz da onlar bilirlər də ki, mənim xasiyyətim budur, mən belə eləmiş olaram. Amma görürəm ki, yox, bəzi şeyləri incə detallığına kimi çəkib hər şeyi birəbir göstərmək lazımdır. Yoxsa insanlar yanlış anlamağa və yozmağa çox müsaitdirlər. Linçləməyə və tənqid eləməyə çox müsaitdirlər. Sən öz səmimiyyətinə güvənirsən, amma görürsən ki, bəzən hər şeyin kamera arxasına qədər çəkmək lazımdır. Nadir əmi özü üçün gedib sok alıb gəlib. Nadir əminin əlindən ofuş soku alıb içib, şəhriyar deyinib. Deməli, biz səhər yeməyindəydik, təzəcə qaynar çay içmişdik və mən bilirdim ki, şəhriyar nə mənə, nə uşaqlara kola sifariş verməyə icazə verməyəcəkdi. Mənim də ürəyimdən dəhşətli dərəcədə kola keçirdi. Çəkdim Nadiri qırağa, dedim ki, gedib zəhmət olmasa kola götürə bilərsən və gələndə şəhriyara deyə bilərsən ki, özüm üçün almışam. Qoy şəhriyarın fikri yayınsın, biz də içək koladan. O da sağ olsun, xahişimi yerə salmadı, getdi və orada da gəldi, elə təqdim elədi ki, kolanı özü üçün alıb. Və mən də kolanı Nadirdən götürdüm, içməyə başladım. Şəhriyar da deyindi ki, Nadir, niyə bunları almısan? Bunlar təzəlikcə qaynar çay içiblər. Demədi, Nadir, niyə sən kola içirsən? Bizə görə. Və Nadirin bizim üçün gətirdiyi, yəni Nadir ondan əvvəl kola arzusunda deyildi və istəsə özünə sifariş verə bilərdi. Buna heç kəs ona qadağan qoymur. Və Nadirin bizim üçün aldığı kolanı fürsət bilib aldım Nadirdən və süzdüm, içdim. Və editlər, rəylər, Nadir sizin əlinizdən qaçdı. Yazıq bir dənə kola almışdı özü üçün, Ofeliya onun əlindən qapdı. Düz deyirsiniz. Günah məndədir ki, mən bu hərəkəti də yozulacağını düşünüb, gedib əlimdə kameranı tutub, Nadir, zəhmət olmasa gedib bizə kola ala bilərsən, Şəhriyar bəlkə sənin əlində gördü, icazə verdi. Bu hissəni də gərək çəkəydim. Amma və lakin, halallıq yaxşı şeydir, vicdan yaxşı şeydir. Yaxşı yazanlara demirəm, bilmədən linçləyənlərə deyirəm. Bilmədən birinin haqqına çalışın girməyin.